Salam, bugün sizinle birlikte Grigori Petrov'un Beyaz Zəmbaqlar Ölkəsində kitabına baxacağıq. Yəni, bu ilk baxışdan sadəcə Finlandiyanın oyanış hekayəsi kimi görünə bilər. Bəli. Amma əslində bir millətin özünü demək olar ki, sıfırdan necə yarada biləcəyinin manifestidir. Təsəvvür edin, Rusiyada yazılmış, Finlandiyadan bəhs edən bu kitabı Atatürk o qədər vacib sayıb ki, Bu çox maraqlı bir detaldır. Türkiyə Cümhuriyyətinin ilk illərində dərhal tərcümə etdirib və hərbi məktəblərin proqramına daxil edib. Bəli, elə bu detal da bizim bugünkü müzakirəmizin əsas sualını ortaya qoyur. Yəni, bataqlıqlar, qayalıqlar ölkəsi kimi tanınan, yüzillərdir başqalarının hakimiyyəti altında yaşayan bir xalq öz taleyini necə dəyişdi? Bəli, necə? Paylaşdığınız mənbələr də göstərir ki, bu sadəcə iqtisadi-siyasi bir transformasiya deyildi. Yox, bu ilk növbədə bir zehniyyət inqilabı idi. Bizim də məqsədimiz bu dəyişimin arxasında duran o əsas fikirləri, üsulları anlamaqdır. Onlar bunu necə bacardılar? Sir nədə idi? Gəlin elə bu sirri açmaq üçün birbaşa işin kökünə enək. Əvvəlcə o dövrkü Finlandiyanın mənzərəsini bir gözümüzün önünə gətirək. Söhbət 600 ilə yaxın İsveçin, sonra da Rusiya imperiyasının bir parçası olan bir ölkədən gedir. Bu sadəcə siyasi asılılıq deyildi, elə deyilmi? Qətiyyən. Bu daha çox mədəni bir assimilyasiya idi. Təsəvvür edin ki, bir ölkə var, amma bütün elitası, məmurları, ziyalıları, hətta kilsədəki din xadimləri belə başqa dildə danışır, İsveçcə. Deməli, Fin dili ancaq aşağı təbəqənin dili sayılırdı. Bəli, kəndlilərin, meşələrdə, bataqlıqların kənarında yaşayanların dili. Milli kimlik, belə deyək, yox olma təhlükəsi ilə üz-üzə idi. Xalq özünə inamını tamamilə itirmişdi. Və bax belə bir ümidsizlik mühitində səhnəyə Johann Wilhelm Snellman adlı bir şəxs çıxır. Mənbələrdə o, demək olar ki, bir milli peyğəmbər kimi təsvir olunur. Amma məni ən çox heyrətləndirən, onun ziyalılara olan o sərt müraciəti oldu. Sanki onları yuxudan oyatmaq üçün üzlərinə soyuq su çırpırdı. Bəli, o heç də yumşaq danışan biri değildi. Onun üçün ziyalı sadəcə diplomu olan, yaxşı geyinən, axşamlar domino oynayan biri değildi. Yox. Ziyalı cəmiyyətin beyni idi. Sizin qeydlərinizdəki o məşhur statı xatırlayaq. Ziyalı olmaq dəbə uyğun geyinmək deyil. Məhz elə. Cəmiyyət sizi yaxşı maaş alıb, axşamlar əylənəsiniz deyə oxutmayıb. Bu, birbaşa ittiham idi. Deyirdi ki, əgər beyin bədəndən ayrı öz kefində yaşayırsa, bu, bütün orqanizm üçün fəlakətdir. Yəni, o, ziyalılara bir məsuliyyət yükləyirdi. Sizin əsl vəzifəniz xalqın zəkasını oyandırmaq, vicdanını təmizləmək və iradəsini gücləndirməkdir, deyirdi. Çox güclü sözlərdir, amma gözəl sözlər demək asandır, bəs praktikada. Snellman bu ideyaları necə həyata keçirdi? O və tərəfdarları bu yanğını bütün ölkəyə necə yaydılar? Onlar çox strateji davrandılar. Bütün cəmiyyət yox, cəmiyyətin, belə deyək, sütunlarını, yəni təsir gücü olan qruplar hədəf aldılar. Məsələn, din xadimləri. Onlara nə deyirdilər? Onlara deyirdilər ki, kilsənin soyuq divarları arasında qalıb, əsrlərdir təkrarlanan ölü duaları oxumaqla iş bitmir. Xalqın arasına çıxın, onların dərdlərini dinləyin. Onlara başa düşdükləri sadə dildə ümid verin. Yəni, kilsə məmuru olmayın, mənəvi lider olun. Anladım. Məmurlara da yəqin ki, eyni mesaj verilirdi. Keçmişdəki o tənbəl, xalqa yuxarıdan aşağı baxan məmur obrazını dağıtmaq. Bəli, bəli. Onları xalqın xidmətçisi olmağa çağırırdılar. İnsanların işini çətinləşdirmək əvəzinə asanlaşdırın. Qaşqabaqlı olmaq yerinə gülərüz olun. Amma ən heyrətamiz və bəlkə də ən gözlənilməz transformasiya deyəsən orduda baş verib. Kitabda deyildiyi kimi qışlada, yəni hərbi hissədə. Məhz elə. Bu, həqiqətən də Petrovun kitabının kulminasiya nöqtələrindən biridir. Bir dəqiqə, yəni adətən kobudluq, sərt nizam, intizam, döyüş təlimi ilə ağlımıza gələn bir məkan, kazarma, bir maarif ocağına çevrilir. Bu, biraz fantastik səslənir. Bu, Xalq Universiteti ideyası praktikada necə işləyirdi ki? Məhz elə bu qeyri-adiliyinə görə çox təsirlidir. İlk addım fiziki mühiti dəyişmək oldu. Kazarmalar təmizləndi, səliqəyə salındı. Söyüş-söymək qəti qadağan edildi. Amma əsas məsələ bu deyildi. Bəs nə idi?
Zabitlər əskərlərlə təkcə təlim meydanında yox, asudə vaxtlarında da məşğul olmağa başladılar. Axşamlar onlara kitablar oxuyur, Finlandiyanın tarixi, coğrafiyası, kənd təsərrüfatını necə inkişaf etdirmək olar, bu barədə söhbətlər aparırdılar. Deməli, məqsəd sadəcə yaxşı əskər hazırlamaq deyildi, məqsəd daha böyük idi. Çox daha böyük. Sanki hər bir əskəri öz kəndinə qayıdacaq bir mədəniyyət elçisi kimi hazırlayırdılar. Tamamilə. Onlara deyirdilər, siz bura köstəbəklər kimi öz qaranlıq yuvalarınızdan gəldiniz. Əgər əskərlikdən sonra yenə o yuvalara qayıdıb, eyni cahil həyatı yaşasanız, bu sizin üçün də, ölkə üçün də bir utancdır. Çox sərt ifadədir. Hər bir əskər tərxis olunanda özü ilə birlikdə savad, nizam-intizam, təmizlik vərdişləri və ən əsası, öz xalqına xidmət etmək eşqi aparmalıydı. Ordu, belə deyək, kütləvi şəkildə ziyalı istehsal edən bir fabrika çevrilmişdi. Yaxşı. Deməli, Snellman və tərəfdarları cəmiyyətin bütün təməldaşlarını, ziyalıları, din xadimlərini, məmurları, hətta ordunu belə yenidən formalaşdırdılar. Bu, 19-cu əsr üçün həqiqətən inqilabi bir hərəkətdir. Amma bu böyük mirasdan bugünə nə qalıb? Snellmanın 150 il əvvəl əkdiyi o toxumlar müasir Finlandiyada necə cücərib? Əla sualdır. Cavabı isə ən çox onların dünyaca məşhur təhsil sistemində güclənib. Sanki Snellmanın o prinsipləri zamanla kristallaşaraq Finlandiyanın milli təhsil sisteminin, belə deyək, DNT-sini təşkil edib. Kitabdakı oyanış hekayəsi ilə müasir Finlandiya təhsili arasında birbaşa qırılmaz bir bağ var. Gəlin o bağı açaq. Mənbələrinizdə bu sistemin bir neçə təməl prinsipi vurğulanır. Birincisi, bərabərlik. Bu nə deməkdir? Yəni, bütün məktəblər eyni dərəcədə yaxşıdır? Demək olar ki, bəli. Paytaxt Helsinkidəki bir məktəblə ucqar Laplandiyadakı bir kənd məktəbi arasında keyfiyyət fərqi minimaldır. Çünki bütün məktəblər dövlətə məxsusdur və eyni standartlarla maliyyələşir. Ölkədə demək olar ki, özəl məktəb yoxdur. Məntiq nədir? Məntiq budur, təhsil bir imtiyaz deyil, hər bir vətəndaşın fundamental haqqıdır. Uşağın harada doğulması və ya valideynlərinin gəliri onun gələcəyini təyin etməməlidir. İkinci prinsip isə daha heyrətamizdir. Rəqabətsizlik. Bir dəqiqə, qiymət yoxdur. İlk 6 ildə. Bizim alışdığımız sistemdə bu ağla sığmazdı. Uşaqların, valideynlərin motivasiyası necə təmin olunur? Hər kəs onsuz da qiymət yoxdur deyib tənbəlləşmir ki. Bax, bu bizim üçün ən çətin anlaşılan məqamlardan biridir. Onların fəlsəfəsi budur. Uşaqlığın ilk illəri öyrənmə sevgisini aşılamaq üçündür. Bir-biri ilə rəqabət aparıb stresə girmək üçün yox. Məqsəd reytinqdə birinci olmaq deyil, öz potensialını kəşf etməkdir. Yəni, heç bir qiymətləndirmə yoxdur. Qiymətləndirmə var, amma rəqəmlərlə ifadə olunmur. Müəllim hər bir uşağın inkişafını fərdi olaraq izləyir və ehtiyacı olanlara əlavə dəstək verir. Standartlaşdırılmış testlər isə yalnız 16 yaşında, orta məktəbin sonunda keçirilir. Bu sistem ancaq bir halda işləyə bilər. Əgər müəllimlərinizə sonsuz dərəcədə güvənirsinizsə. Bu da bizi, deyəsən, 3-cü prinsipə gətirir, müəllim peşəsinin statusu. Tamamilə. Finlandiyada müəllimlik, həkimlik, vəkillik kimi ən prestijli peşələrdən biridir. Müəllim olmaq üçün müraciət edən hər 10 nəfərdən yalnız biri seçilir. Hamısı magistr dərəcəsi almalıdır. Yəni, ən yaxşılar seçilir. Bəli, ən yaxşı məzunlar arasından. Amma əsas məsələ təkcə seçim deyil. Seçildikdən sonra onlara inanılmaz bir muxtariyyət verilir. Heç bir müfəttiş gəlib onların dərsini yoxlamır. Dövlət sanki deyir ki, biz sənə ən yaxşı təhsili verdik, səni minlərlə namizədin arasından seçdik, indi get və öz bildiyin ən yaxşı üsulla bu uşaqları yetişdir. Biz sənə güvənirik. Bu güvən hissi hər şeyi dəyişir. Müəllim özünü bir icraçı məmur kimi yox, öz sahəsinin peşəkarı, bir mütəxəssis kimi hiss edir. Bəs dərslərin məzmunu necə? Mənbələrdə hər tərəfli inkişafdan bəhs olunur. Bu nə deməkdir? Xeyr, əksinə, dərs saatları azdır. Amma oyun, incəsənət, musiqi və idman ən azı riyaziyyat və fizika qədər vacib sayılır. Sizin paylaşdığınız materiallarda heyrətamız bir statistika var idi. Finlandiya məktəblərində gündəlik tənəffüs vaxtı cəmi 75 dəqiqədir. 75 dəqiqə. Bəli. Müqayisə üçün ABŞ-da bu rəqəm ortalama 27 dəqiqədir. Finlər inanır ki, uşaq oynamalı, qaçmalı, enerjisini atmalıdır ki, sinifdə diqqətini cəmləyə bilsin.
ev tapşırığı da demək olar ki, verilmir. Niyə? Çünki məktəb öyrənmək, ev isə yaşamaq, ailə ilə vaxt keçirmək üçündür. Son illərdə isə daha da irəli gedərək fenomen təlimi deyilən bir sistemə keçirlər. Bu nə deməkdir? Yəni, ayrı-ayrı fənləri ləğv edirlər. Tam olaraq ləğv etmirlər, amma yanaşmanı dəyişirlər. Ayrı-ayrılıqda riyaziyyat, coğrafiya keçmək əvəzinə real həyatdan bir mövzu götürürlər. Məsələn, kafe idarə etmək. Maraqlıdır. Bu layihə çərçivəsində uşaqlar menyu hazırlayarkən riyaziyyatı, xarici turistlərə xidmət edərkən ingilis dilini, müştərilərlə ünsiyyət qurarkən sosial bacarıqları öyrənirlər. Yəni, bilikləri bir-birindən ayrı, quru nəzəriyyə kimi yox, real həyat problemini həll edərkən mənimsəyirlər. İnanılmazdır. Deməli, Snellmanın qoyduğu təməllər, xalqa güvən, təhsilə sərmayə, hər tərəfli insan yetişdirmək sadəcə tarixdə qalmayıb müasir Finlandiyanın DNT-sinə hopub. Bəs bütün bu səylərin son nəticəsi nədir? Belə bir təhsil sistemi necə bir cəmiyyət formalaşdırır? Petrovun kitabında buna dair çox təsirli bir cavab var. Bəli, və bu, bəlkə də bütün hekayənin ən təsirli hissəsidir. Çünki bu səylər nəticədə sadəcə savadlı və bacarıqlı yox, həm də dürüst və məsuliyyətli bir cəmiyyət formalaşdırdı. Kitabın ön sözündəki o məşhur hekayə hər şeyi izah edir. Finlandiya vağzalındakı bufet. Bəli, bu həqiqətən də ağlasığmaz bir mənzərədir. Müəllif təsvir edir ki, vağzalda bir bufet var, masanın üzərinə yeməklər, içkilər düzülüb, amma satıcı və ya nəzarətçi yoxdur. Heç kim. Heç kim. Yolçular gəlir, istədiklərini götürüb yeyib içir, sonra da pulunu özləri gedib kasaya qoyurlar. Heç kim onlara nə yedin, borcun nə qədərdir demir. Gediş haqqını qutuya atırlar. Müəllif bunun səbəbini bir Finli müəllimdən soruşanda, bütün bu milli oyanış layihəsinin fəlsəfəsini cəmləşdirən o məşhur cavabı alır. Nə deyir müəllim? Deyir, biz nəzarətçiyə deyil, xalqa, insanlara güvənirik. Bu sadəcə inanılmazdır. Yəni, nəzarətə xərclənən bütün o pullara, vaxta, enerjiyə qənaət edilir. Amma bu sadəcə iqtisadi məsələ deyil, elə deyilmi? Bunun bir cəmiyyətin psixologiyasına təsiri necədir? Təsiri fundamentaldır. Bu, gündəlik həyatdakı stresi və sosial gərginliyi azaldır. Hər kəsin bir-birindən şübhələndiyi bir cəmiyyətlə, hər kəsin bir-birinə etibar etdiyi bir cəmiyyət arasında yaşamaq təcrübəsi tamamilə fərqlidir. Bu, Snellmanın milli vicdanı oyandırmaq dediyi şeyin praktik, gözlə görülən nəticəsidir. Cəmiyyətin özü özünün nəzarətçisinə çevrilir. Xarici məcburiyyət, daxili məsuliyyət hissi ilə əvəz olunur. Beləliklə, gəlin bütün bu möhtəşəm hekayəni bir cümləyə sığdırmağa çalışaq. Bayaz zəmbaqlar ölkəsində bizə göstərir ki, bir millət öz taleyini kökündən dəyişə bilər. Bu, bir neçə fədakar insanın başlatdığı, lakin bütün cəmiyyətin mənimsədiyi, təhsil, zəhmətkeşlik və milli məqsəd birliyi ilə mümkündür. Bəli, Finlandiya nümunəsi sübut edir ki, ən çətin coğrafi və tarixi şərtlər altında belə bir xalq öz intellektual və mənəvi gücü ilə ayağa qalxa bilər. Amma bu, bir gecədə baş verən möcüzə deyil. Nəsillər boyu davam edən səbirli, inadkar bir zəhmətin nəticəsidir. Müzakirəmizi yekunlaşdırmazdan əvvəl, gəlin sizə düşünmək üçün son bir fikir verək. Kitabda tez-tez hər xalq layiq olduğu kimi idarə olunur və ya liderlər cəmiyyətin aynasıdır kimi fikirlər səslənir. Amma eyni zamanda kitabda çox maraqlı, ziddiyyətli bir hekayə var. Jarvinen və Karakev, Rachel kralı və Buldur. Hər ikisi də eyni yoxsul Fin cəmiyyətinin içindən çıxmış uşaqlıq dostlarıdır. Bəli. Lakin biri bir konfransda eşitdiyi fikirlərdən ilham alıb bütün enerjisini quruculuğa yönəldir və ölkəsinin ən böyük ixracatçılarından birinə, Rachel kralına çevrilir. Digəri isə cəmiyyətdəki ədalətsizliklərə üsyan edərək dağıdıcılıq yolunu seçir, quldur və qatil olur. Bu, çox dərin bir məqamdır. Deməli, cəmiyyət eyni olsa da, fərdlərin seçimləri fərqli ola bilər. Bu kontekstdə düşünməyə dəyər. Fərdlər, yəni içimizdəki Jarvinenlər və Karokeplər, cəmiyyət ağacının budaqları kimi hansı istiqamətdə böyüməyi seçirlər və bu fərdi seçimlər bir millətin kollektiv taleyini nəticədə necə formalaşdırır? Hansı amillər eyni şəraitdə böyüyən iki insandan birini qurucu, digərini isə dağıdıcı edir? Bu bəlkə də kitabın bizə ünvanladığı ən dərin sualdır.